Cənubi Qafqazda həm hərbi, həm də diplomatik sahələrdə hərəkətlilik artır. Planlaşdırılan təlimlər, siyasi manevrlər və səngiməyən təxribatlar regionda təzyiq dinamikasını yüksəldir. İlk olaraq Ermənistan iyunda ehtiyatlı olan hərbiçilər üçün geniş miqyaslı təlim məşq toplanışı elan edir. Rəsmi açıqlamaya görə məqsəd müdafiə qabiliyyətinin gücləndirilməsidir. Ardınca Müdafiə naziri Surem Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Almaniyaya işgüzar səfərə yollanır. Həmçinin Hindistanın Akash Zenit raket komplekslərinin ikinci partiyasını almağa hazırlaşan İrəvan atəşkəsi pozub, təxribatlar törədir. Bir sözlə Ermənistan əldə olunan bütün kartlarını eyni anda açmağı seçir. Yəni ölkə hərbi və siyasi dəstək axtarışındadır. Bütün bu gedişlər sülh müqaviləsinin bağlanmasının bir addımlığında olan regionda revanşist əhval-ruhiyyənin carçısı hesab edilir. Ermənistan Müdafiə naziri Yunanistanda səfərdə oldu. Hindistan'da oldu. İndi isə Almanya'ya səfər edib və orada da silah-sursat almaq haqqında danışıqlar aparır. Və eyni zamanda Ermənistan ordusu sərhədlərdə mühəndis istehkamları tikirlər. Bütün bunlar onu göstərir ki, Ermənistan Azərbaycanla qarşı təxribata hazırlaşır. Qafqazda hərbi balans yenidən formalaşır. Sülh danışıqları fonunda arxa planda səngiməyən hərbi hazırlıq prosesi gedir. İrəvanın Hindistandan ikinci hissə silah tədarükünə qədər Yunanistan, Fransa, ABŞ və İranla da təlim, silah alış-verişi aparması regiondakı gərginlik barometrini bir qədər də yüksəldir. Ermənistanın atdığı addımlarla paralel isə daha bir səfər Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülərin Bakıya gəlişi də diqqət çəkir. Çünki bu təkcə protokol ziyarəti deyil, həm də Azərbaycanla hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı siyasi bir mesajdır. Ekspertlərə görə bu diplomatik və hərbi aktivlik regionda sülh danışıqlarının nəticə vermədiyinə dair səbirli, amma sərt bir reaksiyadır. Yəni ikili danışıb vaxt qazanmağa çalışan Ermənistanın B planı hazırlığına bir növ siyasi cavabdır. Bütün bu addımlar və eyni zamanda Ermənistanın öz hərbi büdcəsini rekord səviyyədə qaldırması, ümumdaxili məhsulun 6% həcmində etməsi, ötən illə müqayisədə 20% çox hərbi büdcə bir daha ondan xəbər verir ki, Ermənistan üçün bugün prioritet hərbidir. Ermənistanla bugün prioritet uzaq mənzilli silahların alınmasıdır. Baxın, Akash, Pralay, Tor M1, Sezar haubitsaları və digər ASA, bütün bunlar daha çox uzaq hədəfləri vura bilən silahlardır. Bir tərəfdən intensiv şəkildə silahlanan Ermənistan əlinin çatdığı bütün tribunalardan sülh çağırışları edir. Amma cümləsinin nöqtəsini qoymamış sərhəddə təxribata əl ataraq dediklərini təksib edir. Azərbaycan isə bütün hallarda mövqeyində qətidir. Bu baxımdan da indiki mürəkkəb geosiyasi proseslərin müharibəyə hazırlıq, yoxsa sülhə təzyiq vasitəsi olduğunu birbaşa İrəvanın hansı yekun fikirdə qərarlaşacağı müəyyən edəcək.